8000 manat endirim. Dəyərli izləyicilər, salam hər vaxtınız xeyir olsun. Bugün sizlərə Maçlar əsəbəsində kəndin düz mərkəzinə yaxın, parkın yaxınlığında, əsas yoldan da 50-60 metr məsafədə 4 sotun içində belə bir gözəl evlə sizi tanış edirəm. Hal-hazırda evin həyətyan sahəsindəyik. Belə bir geniş, böyük həyəti var, hörmətli izləyicilərim. Darvazası genişdir, böyükdür. Rahatlıqla həyətinə 4-5 maşın daxil ola bilir. Bu hissə isə torpaqlıq sahəsidir. Burada dekorativ ağaclar falan əkilib, güllərdir, ağaclar da əkilib. Və boş yer hələ də var ki, burada ağac, gül yenə əkmək mümkündür. Kommunallar hamısı daimidir, amma bu da suyudur. Yəni, heç bir gidrafona ehtiyac yoxdur. Yəni, davleni görürsünüz. Təzyiqi yəni gözəldir. Ev özü dediyim kimi tam təmirli evdir. 4 otaqdan ibarətdir. Alt hissələri, bu gördüyümüz deyə bilərsiniz ki, bunlar nədir? Burada hamısı, belə deyə, evin alt hissəsidir, padvaldır. Buranın əldamı kimi yəni, istifadə eləmək mümkündür. Yəni, adam boyu deyil, rahatlıqla gəzmək olur altında. Burada isə, dəyərli izləyicilər, nə var? Açın qapısını. Burada da ki, kombi. Hal-hazırda işləyə vəziyyətdədir, necə lazımdır, çalışır. Bu belə. Daxil olaq indi evin içərisinə. Şimdi əsas girişdən keçirəm evin otaqlarını təqdim eləməyə. Qalxdıq evin deməli ön hissəsində. Bura belə bir geniş plaşatkadır. Yəni rahatlıqla burada yığıncaqları eləmək mümkündür. Burada rahatlıqla deyim ben sizə 40-50 nəfər əyləşə bilər. Də həyəti ümumi göstəreyim. Geniş bir həyətdir. Sakit ərazidir, dəyərli izləyicilər. Yer olaraq super ərazidir. Həm marşruta yaxın, həm parka yaxın. Kəndin mərkəzinə yaxın. Çox gözəl ərazidir. Bura, deməli, belə bir giriş hissəsidir. Hörmətli izləyicilərim. Buradan, deməli, həm qonaq otağıdır. Belə deyir. Həm də giriş hissəsidir. Burada yerləşir. Belə bir birinci yataq otağı. Divarların qalınlığına fikir verin, zəhmət olmasa. Ev özü, yəni köhnə evlərdəndir belə, amma təmir super təmirində. Divarın qalınlığına fikir verin, zəhmət olmasa. Yəni bilinir ki, təzə evlərdən deyil. Bura, deməli, bir yataq otağı idi. Bu hissədə yerləşir sanitar qovşaq və hamam otağı. Geniş, böyük. Sonra keçirik bu otağa. Bura belə bir kiçik yataq otağıdır. Burada isə, dəyərli izləyicilər, belə bir digər sonuncu böyük olan yataq otağıdır. Təmirə söz yoxdur. İstər-istər bir kombidir. Bax, xətlər çəkilib hazır vəziyyətdə. Bura, bax, mətbəx. Belə bir geniş mətbəxi var. Və buradan təhsil başa çıxmaq mümkündür. Belə. Qiyməti gəlindiysə, dediyim kimi 8000 manat endirimdədir bu ev. Bu dəqiqə 127.000 manata düşüb qiymət, dəyərli izləyicilər. 127 manatdan sahibi tərəfindən yenə endirim var inşallah. Əlaqə nömrəmiz bio səsində mövcuddur. Bu və digər və tanış olmazsa səhifəmizi silib baxa bilərsiniz. Biz izləməyi unutmayın. Sağ olun.